Uşaqlar salam. Davam edək. Deməli, birinci sual LGS 2 ilə davam edirik. Birinci fəhlə bir gün 18 detal, ikinci fəhlə 12 detal hazırlayırsa, bu hesabla fəhlələr 8 günə deyir. 18-i vururuq 8-ə 144. 12 detal hazırlayırsa 12-ni vururuq 8-ə 96. Sonra da bunları toplayırıq. Bu da bizə verir 240. Elçin bir 30 qəpiyə 3 qələm alıb. 3 qələmin pulunu tez hesablayaq. 90 qəpik. Bir dənə də kitab alıb 1 manat 60 qəpik. 90 və 1 60, 160-ı toplayaraq 250, yəni 2 manat 50 qəpik. Aşağıdakilərdən neçəsi kör bucaqdır, iti bucaqdır, 2 olar, 3 olar, iti bucaqdır. Bu isə 90 dərəcə düz bucaqdır. Ona görə ikinci və üçüncü, yəni ikisi. Boş xanaya aşağıdakilərdən hansı yazıla bilər? 6 vur 9, 54. Deməli, 5 vur 7, 35 olmur. 6 vur 7, 42. 7 vur 7, 49. 8 vur 7, 56. 54-dən böyükdür. Düzgün cavab D variantı. Variantlarda verilən səslərdən hansının göstərilən saat şəkli verilməmişdir. Deməli, uşaqlar, yəqin ki, bilirik. 12-dən sonra 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, bu da 24, yəni 00. Dəqiqə isə 5 dəqiqədən 1-dir də uşaqlar. 5 dəqiqə, 10, 15. Birində də dəqiqəni göstərirəm. 20, 25, 30, 35, 40, 45, 50, 55. Burada isə 60, yəni 00. İndi gəlin baxaq. Birincidə 13, saat 13, dəqiqə isə 2-nin üstündədir 10. 1-ə gedir, birinci şəkilə gedir, B variantı. Bu var. İndi ikinci şəkilə baxın uşaqlar. Deməli, saatla baxsaq, deməli, bu bizə verir 9-a işləyib 5, 10, 15, 20. 20 dəqiqə, düzdürmü? Bu da o zaman verəcək D variantına. Burada nə edibdi? Burada isə artıq 7, 35-dir. Baxın, 35, 5-ə vursaq, 22, 35. Bu da A variantı. Deməli, verilməmişdir. C variantı. Dərzi 4 metr parçanın 1 metr 20 santimından. Biz bilirik ki, uşaqlar uzunluq vahidlərini artıq sizə sistem vermişəm də. Metr, desimetr, santimetr, millimetr. 1 metr 100 santimdir. Bu olur 120 santim. 1 metr 50 santimdir. Bu da 150 santim. Deyir 120 ilə 150-ni toplayaram 270. Köynək şalvar tikdir. Nə qədər qaldı? 4 metr, yəni 4 santimdən də 270-ə çıxaram. 130. O da bizə verir 1 metr 30 santim. Samirin 4 yaşı olanda atası ondan 7 dəfə böyük idi. Deməli, Samirin 4 yaşı olanda ata ondan 7 dəfə böyük idi. 4 vurur 7, 28. Samirin 7 yaşı var. Samir neçə yaş böyüdü? 3 yaş. O zaman ata da 3 yaş böyüyəcək. 28 üstə gəl 3, 31 A variantı. Ədəd oxu üzərində hər bölgü eyni vahidə uyğundur. Deməli, 50. O zaman baxaq. 10, 20, 30, 40, 50, 60, 70, 80, 90, 100, 110. O zaman C-yə neçə düşdü? 90. B-yə neçə düşdü? A. A-ya neçə düşdü? 20. 50 çıx 20, 30. 8 olur. 30 B variantı. Gəldik 9-a. Köynək və papaq birlikdə 90 manatdır. Köynək papaqdan 5 dəfə bahadırsa. Köynək papaqdan. Aha, buna x yazsaq bu 5x-dir. Cəmi də 90. Tən yanında x də gəl 5x 90-dırsa 6x 90. 96-ya bölərik. 15 köynəyin qiyməti soruşur. 5x. 15 yox, 15 papaqdır. 5 vur 15, 75. Həmişə demişəm ki, düzgün variantı seçməyə tələsməyin. Sahib 200 dənə
200 ilə bir ədədin topladı. Düzgün cavab neçə olar? 200 dənə 200 dənə 200 dənə 100 ilə bir ədədini topladı. 200 dənə 100 ədədi ilə bir ədədini topladı. 200 dənə 100 ilə 200'ü vurup 100'e 20 min. Üzerine de bir gelip 20 min bir yani D variantı. Məktəbin həyətində 10, 19 qız 12 oğlan oynayır. 6 bərabər komandaya ayrılmaları üçün 19 üstə gəl 12 hal-hazırda 31 nəfər var. 31 6-ya bölünmür. 31 6-ya bölünmür. Deməli qalır 5, qalıq 1. Düzdürmü? Deməli bunun 6'ya bölünmək üçün 31'ə ən yaxın 36'dır. Düzdür? 36'ya çatdırmaq lazımdır. Yəni 36 çıx 31 bizə lazımdır ən azı 5 şagird, yəni A variantı. Üçbucağın perimetri 1 metr 6 destimdir. Yəni 1 metr 100 santim, yox, destimlə verib. 1 metr 10 destim, üzərinə də 6 destim gəlsəm 16 destim, o da 160 santimetrdir. Niyə? Çünki burada santim gördüm. Tərəflərdən birinin uzunluğu 70 santimdir. Aha, gəlin bundan 2 dəfə qısadır. Yəni 70 bölü 2 35 santimdir. Üçüncü tərəfin uzunluğunu soruşur. 70 və 35'i toplayaram 105 santim. Sonra isə 160'dan çıxaram 105'i, cevap olacaq 55. Hesaplayın deyir. Birinci vurmaları həll edirik. 40 vur 2 80, 5 vur 8 40. 100 çıx 80, üzərinə də 40 əlavə edək. 20 üzərinə də 40. Bu da bizə verir 60. 66 çıx A 35 olarsa A'nı necə tapacağım? 66 çıx 35, yəni cavab olur 31. B'ni necə tapacağım? 35 çıx 22, yəni 13. Daha sonra bunların cəmini istəyir. 31 üstə gəl 13 bizə verir 44. Rənanın atası mətbəxin döşəməsinə tərəfi 50 santim olan kvadrat formalı metlaq döşər. Mətbəxin eni 3 metr, uzunluğu 4 metr olarsa cəmi neçə metlaq işlənər? Yadınızda qalsın, metlaq, parket, daş piltə bu şəkildə məsələlərdə S1 böl S2 böyüyün sahəsi kiçiyin sahəsinə bölünür. Yalnız şərt nədir? Eyni ölçü vahidləri olmalıdır. Yəni 4 metr 400 santim. Çünki burada digəri santimlə verilib. 3 metrdə 300 santim. Düzdürmü? Əvvəlcə mətbəxin sahəsini hesablayırıq. 400'ü vururuq 300'ə. 4 vur 3 12. 1 2 3 4 dənə də 0 əlavə edirik. Sonra gedirik nədir? Metlaqın sahəsini hesablayırıq. Kvadrat formalı olduğuna görə 50 vur 55. 5 vur 5 25. 2 dənə də 0 əlavə edirik. Baxın, hər ikisini santimetrli ifadə etdik. Düzdürmü? Bunlar oldu kvadrat santimetr. Daha sonra bölürük. Bölürük 2500'ə. Biz hər tərəfdən 2 sıfırı rahatlıqla silə bilərik. 120'nin içərisində 2 dəfə, 2 dəfə 25. 4 dəfə, 4 dəfə 25, 100 qaldı. 20, burada 0 əlavə edək. 200'ün içərisində 25, 8 dəfə. Bu da bizə verir A variantı 15-ci testdə 48 düzgün cavab.